Üzərimdən biri üçün, amma imkanı olmayan, həqiqətən məktəb ləvazimatları almağa gücü çatmayan bir izləyicim üçün məktəb alış-verişi eləmişəm. Çanta almışam, maloko rəngində. Sonra bu penaldan almışam. Elə almışam ki, həm oğlan ola bilsin, həm qız ola bilsin. Yəni qazananda hər iki tərəf işlədə biləcək. Sonra ruçkalar almışdım, 2 paçka dəftər almışdım. Sonra çoxlu şey almışdım da, məktəblilər üçün lazım olan şeylər almışdım. Amma sağ olsun əsnaf maşından gətirməyib, şəhərlər də sürüb gedib bu maşınla Lənkərana. Yəni onu da deyim ki, həmin izləyicimi buradan seçməyəcəm. Həmin izləyicimi buradan seçməyəcəm dostlar. Çünki mənim izləyicilərimin arasında həm imkanı, belə deyim, zəif olan, həm də imkanı çox-çox yaxşı olan uşaqlar var. Sırf öz əllərimlə bunu təqdim eləyəcəyim üçün yarışmaya düşünürəm ki, ehtiyacı olmayanlar da qoşula bilər. İstəmirəm haqsızlıq olsun. Həqiqətən istəyirəm ki, ehtiyacı olan birinə getsin. Ona görə özüm bir izləyicimə, canlı yolda gördüyüm bir izləyicimə hədiyyə eləyəcəm o məktəb ləvazimatlarını. Nələr olduğunu şəhərlər gəlsin, sizə göstərərəm içində nələr.